Herkese salam. Bugün sizinle birlikte Xızı Altağac Cənnət Bağı otelə gedəcəyik. Bunun ötürü ilk öncə yollandıq Bravoya. Oradan hərəmizə bir bulka və içməyə su alıb düşdük yola. Bunu qeyd edeyim ki, biz ödənişli yol vasitəsilə getdik. Buna görə də o hissəni də çəkmişəm sizin üçün. Ödəniş olunan hissəni və nə qədər ödəniş elədik sizə məlumat olsun deyə. Burada artıq ödənişli yol olan hissəyə çatdıq. Və ödəniş eləmək üçün bu hissədən keçmək lazımdır. Və keçərkən bildirirsiniz hara getdiyinizi. Məsələn, soruşurlar hara olacaq. Biz dedik Xızıya. Buna uyğun ödəniş eləyirsiniz. 2 manat 14 qəpik ödədik Xızıya getmək üçün. Burada artıq ödənişli yola daxil olduq. Sizin üçün Xızı dağlarını çəkmişəm. Getmək istəyən varsa bildirirəm ki, ora sürüşmə zonası olduğu üçün və səhv eləmirəmsə həmən vaxtı biraz əvvəl ora sel gəlmişdi. Buna görə də yollar çox da yaxşı vəziyyətdə değildi. Altağac yolu yaxşı vəziyyətdə değildi və hündür maşını olmayanlar üçün o yol biraz təhlükəli ola bilər. Bizim xəbərimiz yox idi. Amma mən sizə öncədən xəbərdarlıq eləyim. O yollar çox da yaxşı vəziyyətdə deyil. Altağaca gedən yol. Bu evlər maraqlı gəldi mənə. Məlumat olan varsa yazsın. Hamısı eyni formada evlər idi. Burada artıq Altağac yoluna girmişik. Və bu hissə Altağac Milli Parkı olan hissədir. Və buradan yol alacağıq Cənnət Bağı otelə. Biz birbaşa restorana keçdik yemək yemək üçün. Burada kompot xarab olmuşdu. Biz özlərinə bildirdik. Amma nə dəyişmədilər, həm də sonradan hesaba da vurmuşdular. Kebabın dadını da mən çox bəyənmədim. Əti yaxşı bişməmişdi. Hesabı da çəkmişəm burada sizin üçün. Qiymətlərdən məlumatınız olsun deyə. Sonda biz çay da içdik. Çayniklə çay 5 manat idi. Və içəri daxil olduqda sizə bir kart verirlər. Siz həmən karta ödəniş nə qədər istəyirsinizsə o qədər ödəniş daxil eləyirsiniz və içəridə istifadə elədiyiniz bütün xidmətlər, restoran, orada zoopark var idi, ora giriş həmən kart vasitəsilə olur və uşaqlar üçün oynamağa yerlər də var idi. Onlardan da istifadə eləmək pullu idi. Burada sizin üçün həyətini çəkmişəm otelin. Burada bu hissədə zooparka çəkəcəm. İndi sizin üçün zooparkın girişini. Və zooparka da daxil olanda həmən o ödəniş qoyduğunuz kartdan istifadə edirsiniz. Burada biraz zooparkı da çəkdim sizin üçün. Biz sırf getmişdik və sizə göstərmək məqsədli çəkmişəm. Yoxsa mən zooparkları xoşlamıram. Bundan başqa oteldə qalmaq istəyənlər üçün qiymətlər sizə maraqlıdırsa Instagram səhifələrinə yazıb öyrənə bilərsiniz. Çünki biz qalmaq məqsədi ilə getməmişdik. Ona görə oteldə gecələmə qiymətlərindən məlumatım yox idi. Və həmçinin bayram vaxtları, həftə sonları qiymətlər fərqlənir. Buna görə də özlərinə yazıb məlumat ala bilərsiniz. Burada oteli də çəkdim. Daha sonra biz gəzintimizi sonlandırdıq. Bu qədər. Bəyəndinizsə sevinərəm. Dəstək olmaq üçün videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun.